O bir söz var, deyir, yalancının evi yandı, heç kəs inanmadı. Həmin bu məsələdəki yalancı haqqında nə düşünürsünüz? Adam ürəyində düşünür ki, elə haqq olub sənin evin yanıb, sən cəmaatın əsəbləri ilə az oynayardın, düzdürmü? Sanki ədalət yerini tapılmış kimi hiss edir adam. İndi sizə bir sual verim. Bu hekayə tərsinə olsaydı, yəni yanan yalancının evi olmasaydı, sizin eviniz olsaydı, bu yalancı da hər dəfə gəlib gedib sizə deyir ki, bəs sizin eviniz yanır, siz də inanmırsınız, amma bir gün həqiqətən eviniz yanır. Yalancıya da inanmamışdınız deyə heç bir şey çıxarda bilmirsiniz, qalırsınız pis vəziyyətdə. İndi sözümü nəyə gətirirəm? Bu ikinci danışdığım senaryonu xəbər saytları bizim başımıza gətirməsələr deyəsən rahatlaşmayacaqlar. Hansı xəbəri açırsan üstünə yazılır ki, son dəqiqə xəbəri, nə bilim, təcili xəbər, üstünə yazılır ki, orduya hücum əmri verildi. Açırsan görürsən ki, bəs Mozambik ordusundan söhbət gedir. Nə bilim, yazırlar ki, təcili xəbər, açırsan ki, elə belə şeydir. İndi bu sözləri bütün xəbərlərin üstünə yazırlarsa, bir gün lazımlı bir xəbər olanda, onu hardan biləcək ki, həqiqətən də lazımlı xəbərdir, yoxsa yalandan clickbait yazıblar. Sizə olmuş bir şey danışırım. Təxminən 1 il əvvəl güclü yağış yağdı, sel oldu. Bir nəfər də ekskavator sürücüsünü ekskavator qarışıq sel yudu apardı, rəhmətə getdi. İndi bəzi adamlar həmin adamın müdirini qınayırdılar ki, bəs xəbərlər demişdi ki, hava sərtləşəcək. Niyə həmin adamı göndərdin işləməyə və yaxud da ki, həmin adamı qınayırlar ki, bəs deyirlər ki, hava sərtləşəcək. Xəbərdarlıq vermişlər. Niyə gedib orada işləyirdin? Həmin rəyləri oxuyanda özümün də təxmini yadıma düşdü ki, düzdür, belə bir xəbər vermişlər ki, son dəqiqə hava kəskin sərtləşəcək falan. Mən də görmüşdüm o xəbəri, amma ki, fikir verməmişdim. O qədər o sözləri eşidirik ki, həmin sözlərə qarşı keyləşirik, sanki heç bir dəyəri olmur bizim üçün. İndi əgər vaxtından xəbərləri bizə düzgün formada çatdırmaq olsaydı, nə həmin adamın müdürü adamı orada işləməyə göndərərdi, nə də ki, adamın özü gedib orada işləyərdi. Yekun olaraq bu xəbər paylaşanlara insaf arzulayıram ki, cəmaatı boş yerə çaşdırmasınlar,